Məsələnin həllinə baxaq. Bu situasiya sualı 2025-ci il ikinci şans imtahanında, yay imtahanında abituriyentlərə təqdim olunmuşdu. Deməli, verilib bizə M mol karbon qazı və azot və dəm qazından ibarət qarışıq. Deməli, karbon qazı var, dəm qazı var və azot var. Bunlar hamısı bir yerdə M mol idilər. Bura M molda oksigen əlavə olunandan sonra təbii ki, dəm qazı oksigenlə reaksiyaya girdi. Növbəti qarışığımız karbon qazı, azot və oksigendən ibarət oldu və qarışığımız 2n-0,5 olaraq qaldı. Aydındır ki, burada əslində M plus N 2n olmalı idi. Bu azalma nəyin hesabınadır? Dəm qazı üstə gəlmək oksigen reaksiyasından nə alınır? Karbon qazı. Deməli, əgər 2 mol dəm qazı 1 mol oksigenlə reaksiyaya girsəydi, yəni ümumilikdə bizim 3 mol qazımız reaksiyaya girsəydi, 2 mol qaz alınanda bizim 1 mol azalma müşahidə eləyəcəkdik. İndi bizdə azalma nə qədərdir? Azalma 0,5 moldur. Çünki 2n olmalı idi, 0,5. Və buna uyğun da tənasüb qursaq, əgər 2 mol dəm qazı bizə 1 mol azalma verirdisə, 0,5 mol azalma, bu 1 mol dəm qazı deməkdir. Deməli, reaksiyaya elə azalma miqdarında da oksigen daxil olub. Deməli, oksigenin qalan miqdarı qarışıqda, deməli, növbəti qarışıqda N-0,5-dir. Karbon qazı isə artıq, deməli, qarışıqda deyək ki, X karbon azot var idi, Y də karbon qazı. Y plus 1 oldu. Azot isə yenə də olduğu kimi qalıb elə X mol olaraq. Bu bizim ikinci qarışığımız. Birinci qarışıqdan dəm qazını tapdıq. İndi bizə məsələnin şərtində belə bir verir ki, sonuncu cümlədə qarışıqdakı qazlardan biri əhəng su ilə reaksiyaya tam daxil oldu. Təbii ki, əhəng su ilə daxil olan karbon qazıdır. Çöküntü əmələ gətirdi. Prosesin sonunda reaksiyaya daxil olmayan N plus 2,5 mol qaz qarışığı qaldı. Deməli, əhəng suyu ilə reaksiyaya kim daxil olmaz? Əhəng suyu ilə reaksiyaya daxil olmaz azot və oksigen. X üstə gəlmək, bu bizim azot idi. N-0,5 oksigen idi. Bunların ikisinin kütləsi olub M plus 2,5. Buradan N-lər ixtisar getsə, X-i tapdıq 3. Demək ki, ilkin qarışıqda bizdə 1 mol dəm qazı var idi, 3 mol azot var idi. İndi yerdə qalan karbon qazını necə taparıq? Bizə məsələnin şərtində deyir ki, qaz qarışığının orta molyar kütləsi 36 imiş, sonra oksigenlə yanıb. Yəni, ilkin qarışığımız dəm qazı, azot və karbon qazı bir yerdə 36 orta molyar kütləyə malik imişlər. Onda 36 bərabərdir. Deməli, 1 mol dəm qazıdırsa 28, üstə gəlmək 28 vurmaq 3, üstə gəlmək biz burada hələ ki Y götürək, sonradan artıb Y plus 1 olub. Aşağıda da deməli 1 plus 3 plus Y. Tənliyi həll edib Y-i tapsaq, bura 44 yazaq. Y olacaq bizdə 4 mol. Deməli, ilkin qarışığımız 1 mol dəm qazından, 3 mol azotdan və 4 mol da karbon qazından imiş və beləliklə biz ilkin qarışıqda tapdıq. İlkin qarışığın mol miqdarı 8 mol və burada bizdən nə istəyir? Dəm qazının mol payını istədiyinə görə deməli, bu da olacaq 12,5. Çünki 8-dən biri dəm qazıdır. Daha sonra bizdə dəm qazı və karbon qazı və azotun mol miqdarının zamandan asılılıq qrafikini istəyirsə, karbon qazı nə qədər idi? Tapdığımıza görə 4 mol idi. 4 mol sonra 1 mol artacaq. Çünki bura reaksiya nəticəsində alındı.
oldu 5, deməli bura 4 qeyd eləsək, əvvəlcə artacaq 5-ə qədər və daha sonra isə əhəng suyu ilə tam reaksiyaya daxil olduğuna görə tamamilə bitəcək. Azotun isə qrafik kimi göstərsək, başdan ayağa 3 mol qalmış olacaq. Və sonuncu sualda bizdən tələb olunan nədir? T2 anında əhəng suyu olan qabda çöküntünün kütləsini və bu qabdan çıxan qaz qarışığının ümumi kütləsini qramla hesablayın. Deməli, əhəng suyu burada biz götürsək, deməli, kalsium OH2, kalsium hidroksidin karbon qazı ilə reaksiyasından alınır kalsium karbonat və su. Karbon qazımız deməli 4 mol var idi, 1 mol da gəldi, 5 mol. 5 mol olanda burada 5 molda çöküntü alınır ki, bu 500 qramdır və qarışığın, qabdan çıxan qaz qarışığı isə nədən ibarət idi? Qabdan çıxan qaz qarışığı 8 mol oksigendən 0,5 molu getmişdi. 7,5 mol oksigendən və 3 mol da azotdan ibarət idi ki, bunların da kütləsini hesablasaq, x bir yerdə olar 324.